Trendlər. Mən sizə feilin qrammatik məna növləri ilə bağlı bəzi vacib məqamlara izah gətirəcəm. Deməli, baxın, burada yazmışam hava qaraldı. Biz deyirik ki, feilin qrammatik məna növlərində şəkilçi və məna olmalıdır. Yəni, həm məna uyğun olmalıdır, həmin qrammatik məna növünə uyğun hansı qrammatik məna növünü tapırıqsa və şəkilçisi uyğun olmalıdır. Hava qaraldı ilk baxışdan qayıdış növə oxşasa da, qayıdış növdə deyil. Çünki hava qaraldı, burada sözün kökü qara, bu al şəkilçisinin qısaldılmışı l-dır. Yəni, ın deyil. Hava qaraldı məlum növdə, güz saraldı məlum növdə olur. Sonra nə deyə bilərik? Bəzən elə olur ki, məsələn, bura yazıram ki, dan yeri söküldü. Görürsünüz, burada qayıdış növdədir. Çünki sök sözün kökü, sök, sökü, söküldü, qayıdış növdədir. Ancaq bina söküldü, bu məchul növdədir. Dan yeri öz-özünə sökülür, binanı isə bilmirik sökən. Bu məchul növdədir. Məchul növlə qayıdış növlə oxşayacaq odur ki, hər ikisinin şəkilçisi eynidir və hər ikisinin mübtədası var. Fərqi isə qayıdış növdə işi öz üzərində görür. Sonra nə deyə bilərik? Məsələn, deyirəm ki, ana şadlandı. Əskər ruhlandı. Sonra deyirəm ki, onlar sağollaşdılar. Sağollaşdılar. O bizimlə halallaşdı. Və yaxud da əskər, yenə əskər deyək, vidalaşdı. Sonra deyə bilərik ki, ana şadlandığında uşaqlar şənləndi. Əslində ona uyğun misal yuxarıda yazmışıq. Uşaqlar şənləndi. Baxın, biz deyirik ki, laş, lan şəkilçiləri isimdən və sifətdən bəzi növ feillər düzəldir. Ancaq qayıdış növ feil düzəltmir. Yəni, laş, lan şəkilçisi qayıdış növün şəkilçisi deyil. Qayıdış növün şəkilçisi ın şəkilçisidir. Laş, lan şəkilçisi deyil. Yəni, əgər biz onlar sağollaşdı deyəndə sağollamaq deyə bilirik, sağollamaq deyə bilmiriksə sağollaşmaq bir yerdə götürülür. Onlar bizimlə halallaşdı. Halallamaq deyə bilirik, deyə bilmiriksə deməli halallamaq bir yerdə götürür. Daha doğrusu halallaşmaq bir yerdə götürülür. Onlar vidalaşdı. Vida sözün kökü vidalamaq deyə bilmirik, bir yerdə götürülür. Şənləmək deyə bilmirik, şənləmək bir yerdə götürülür. Yəni bunu bu şəkilçiləri belə baxıb deməyin ki, aha yəqin la ayrı, ın ayrı növ şəkilçisidir və yaxud da al ayrı, ıl ayrı növ şəkilçisidir. Yox. Əskər ruhlandı. Ruh sözün kökü ruhlamaq deyə bilmirik, bir yerdə götürülür. Ana şadlandı. Şad sözün kökü şadlamaq deyə bilmirik, bir yerdə götürülür. Yəni, bütün bu sözlər məlum növdədir. Bu sözlərin heç biri nə qayıdış növdə, nə məchul, yəni heç bir növdə deyil. Bütün bu sözlər məlum növdədir. Yenə bir qeydi nəzərinizə çatdırım. Deməli, deyirəm ki, diqqət yetirildi. Diqqət yetirildi. Bir də var, deyirəm ki, cavab diqqət yetirildi, cavab verildi, rast gəlindi, yanaşıldı. İndi gəlin bunlara baxaq. Diqqət yetirildi, cavab verildi, rast gəlindi, yanaşıldı. Bunlar hamısı şəxsiz növ feillərdir. Şəxsiz növ. Yəni, diqqət yetirildi, tez-siz, ay, nə etdi, yetirildi, nə diqqət? Xeyr, nə etdi, diqqət yetirildi bir yerdə. Nəyə? Diqqət yetirildi, şəxsiz növ. Cavab verildi, verildi nə? Cavab xeyr, belə götürülmür, bir yerdə götürülür. Cavab verildi, rast gəlindi, nə oldu? Yanaşıldı. Nə oldu? Deməli,
Diqqət yetirildi nəyə? Gözü şəxsiz növ. Cavab verildi. Məsələn, məsələyə diqqət yetirildi. Nə bilim, məsələyə cavab verildi. Ona rast gəlindi. Məsələyə diqqətlə yanaşıldı. Nəyə? Bunlar şəxsiz növ feillər götürülür. Yəni mübtəda artırmaq olmur. Ona görə bunlar şəxsiz növ feillər götürülür. Qayıdış növ feillərdə hərəkətin subyekti işi özü üzərində görür. ın şəkilçisini artırmaqla düzəlir. Ancaq bəzən deyirəm ki, döyüldü, döyündü. Məsələn, bura belə bir nümunə yazıram. Döyüldü, döyündü. Yuyuldu, yuyundu. Yuyuldu, yuyundu. Deməli, döyüldü. Nə döyülə bilər? Nəsə öz-özünə döyülə bilər? Xeyr. Döyüldü məhcul növ, yuyuldu məhcul növ, döyündü qayıdış növ, yuyundu qayıdış növ. Yəni, deyirəm ki, tutaq ki, qız yuyundu, qayıdış növ, ürəyim döyündü, qayıdış növ. Otaq bəzəndi, otaq bəzəndi, qız bəzəndi. Otaq bəzəndi, məhcul növ, bilmirik otağı bəzəyən kimdir, qız bəzəndi, qayıdış növ. Yəni, qız özü üzərində bəzənir. Və yaxud da deyirəm, otağı bəzədi, otağı bəzədi. Bu isə məlum növdür. Otağı bəzədi. Yəni, kim bəzədi düzü bilmirik. Çox zaman götürürlər şagird, ay müəllim, axı bilmirik ki, axı burada növ şəkilçisi yoxdur, nə olsun ki, bilmirik. Mütləq növ şəkilçisi olmalıdır. Məsələn, deyirəm ki, yun darandı, yun darandı. Bir də var deyirəm, qız darandı. Yun darandı, məhcul növ, qız darandı, qayıdış növ. Bilirik kimdir darayan. Saçını daradı, bu isə məlum növdür. Çünki növ şəkilçisi yoxdur. Qab yuyuldu, məhcul növ, qız yuyundu, qayıdış növ. Qabı yudu, məlum növ. Məsələn, yenə deyirəm ki, duman çəkildi. Duman çəkildi nə olacaq? Duman çəkildi. Bircə dəqiqə silim. Duman çəkildi. Duman çəkildi. İp çəkildi. Ürəyim çəkildi. Radioloji birləşmə kimi gedir. Sonra ipi çəkdi. İndi baxırıq. Duman çəkildi. Qayıdış növ. Niyə? Növ şəkilçisi var, işi özü üzərində görür. İp çəkildi, məhcul növ. Bilmirik ipi çəkən kimdir və şəkilçisi var. Ürəyim çəkildi, yenə qayıdış növ, şəkilçisi var. İpi çəkdi, bu məlum növdür. Ay müəllimə, ipi çəkən kimdir bilmirik. Nə olsun ki, ipi kimdir çəkən bilmirik. Əsas odur, burada növ şəkilçisi yoxdur. Sonra qayıdış növ feillərdə qayıdış növ feillər heç biri obyekt tələb etmir. İşi yerinə yetirən öz üzərində icra olunur. Yəni, qayıdış növ feillərdə obyekt olmur. Elə subyekt obyektin özü öz üzərində icra edir. Yəni, qayıdış növ feillərin obyekti olmur. Sonra baxaq görək nəyə deyə bilərik. Bəzən məhcul növlə qayıdış növ eyni şəkilçi qəbul edir. Az öncə dediyimdir. Məsələn, deyirəm ki, hava açıldı, qayıdış növ, qapı açıldı, məhcul növ. Yun darandı, məhcul növ, qız darandı, qayıdış növ. Bura yazıram ki, uşaq şadlandı. Uşaq şadlandı. Burada şad sözün kökü. Şadlanmaq demək olmur. Gördünüz bayaq dediyimiz misal. Uşaq şadlandı. Nə etdi? Şadlandı. Şagird yerindən dilləndi. Şagird yerindən dilləndi. Görürsünüz burada şagird deyil, dilləmək olmur. Dilləndi. Yəni burada da məlumdur. Uşaq şadlandı. Bunların hər ikisi məlum növdədir. Sonra deyirəm, hava qaraldı. Hava qaraldı. Qaş qaraldı. Qaş. Hava qaraldı, qaş qaraldı. Bunların hər ikisi qayıdış növdə, yox. Hava qaraldı da qayıdış növ deyil, məlum növdür. Bircə dəqiqə bağışlayın. Aha.
Hava qaraldı. Hava qaraldı. Məlum növdür. Çünki sözün kökü az öncə izah etdiyim kimi qaradır, ı şəkilçisi. Qaş qaraldı. Bu isə qayıdış növdür. Hava qaraldı, məlum növdür. Qaş qaraldı, qara yox. Bu da məlum növdür. Üzrə hesab edin. Aha. Hava qaraldı, bu da məlum növdür. Qaş qaraldı, bu da məlum növdür. Hər ikisində sözün kökü qara, qaraldı. Bu da məlum növdür. Sonra nəyə misal gətirə bilərik? Məsələn, deyirəm ki, icbar növünün şəkilçisi, icbar növünün şəkilçisi nədir? Dır, tı şəkilçisindən düzəlir. Dır, tı şəkilçisindən düzəlir. İcbar növdə işi özü görmür. Bir başqasına gördürdürür. İcbar növü ən asan tapmağın yolu əvvəlinə hər hansısa bir xəyali bir ad qoyun. Tutaq ki, Arif, Vasif, Arif yandırdı, Arif güldürdü, Arif örtdürdü, Arif yazdırdı, Arif sildirdi, Arif güldürdü. Yəni onun əvvəlinə hər hansısa bir xəyali bir ad qoysanız, ən asan elə tapacaqsınız. Məsələn, deyirəm ki, söndürmək. Söndürmək. Məsələn, deyirəm ki, Arif söndürdü. Görürsünüz. Bu icbar növ ola bilər. Xeyr. Arif demir ki, get ki, məsəl söndür, özü söndürüb. Halbuki siz burada dır şəkilçisini görüb deyəcəksiniz ki, aha, ay müəllimə, bu icbar növdür. Və yaxud da güldürmək. Arif güldürdü. Arif özü necə olub ki, Arif özü deyib ki, kimsə gülsün? Yox, Arif güldürüb, Arif özü güldürüb. Arif yandırdı və yaxud da söndürdü, yandırdı da onu kimi. Arif yandırdı. Xeyr. Burada dır leksik şəkilçidir. Dırdan sonra maq artırmaq mümkündürsə leksik şəkilçidir. Arif yandırdı, Arif söndürdü. Növ şəkilçisi deyil. Sonra deyirəm ki, inandır, güldür, çatdır, öldür, sındır. Burada dır olsa da bunlar məlum növdə sayılır. Məsələn, deyirəm ki, tutaq ki, nə bilim, Arif olmasın, başqa bir ad deyək. Tutaq ki, Həsən öldürdü. Yəni, Həsən durub kimsə sifarişdən öldürtməyib ki, Həsən özü öldürüb. Həsən sındırdı, özü sındırıbdı. Yəni, bu zaman burada məlum növ o olur. Ancaq sındırtdı, çatdırtdı, öldürtdü, burada dır-tır şəkilçisindən düzəlir. Burada icbar növ sayılır. Bir də bir qeydi nəzərdə çatdırım. Mən onu universitetdə oxutdururam. Burada mən onu universitetdə oxutdururam, məlum növdədir. Mən onu universitetdə, uzundur deyə yazıram. Mən onu universitetdə oxutdururam. Əsas oxutdururam sözünə baxın. Oxutdururam. Burada məlum növdədir. Yəni, mən demirəm ki, kimsə oxusun. Mən özüm oxutdururam. Mən onu universitetdə oxutdururam. Yəni, onu oxutdururam, mən onu universitetdə oxutdururam, məlum növdədir. Sonra qarşılıq birgəlik növdə də deyirik ki, hərəkəti 2 və daha artıq subyekt idarə edir. Yəni, bir nəfər icra eləmir, hərəkəti 2 və daha artıq subyekt idarə edir, icra edir və ış şəkilçisini artırmaqla da düzəlir. İndi, qarşılıq birgəlik növündə ən asan variantını mən sizə öyrədirəm ki, necə ən asan tapma olar qarşılıq birgəlik növü. Bəzən təsirli, təsirsiz şagirdlərin yadından çıxır. Baxın, bizim neçə şəxsimiz var? Bizim 3 şəxsimiz var. Birinci, ikinci, üçüncü. Birinci, ikinci, üçüncü. Bunlar təkidir, bunlar cəmidir. Əgər bizə verilən feili həm təkdə, həm cəmdə işlədə biliriksə, bu birgəlik növdür. Həm təkdə, həm də cəmdə işlədə biliriksə, həm təkdə, həm cəmdə işlədə biliriksə, diqqətə baxın, mən nə tək dedim, nə cəm dedim. Hər ikisini deyirəm. Həm təkdə, həm cəmdə işlədə biliriksə, bu qarşılıq, yalnız cəmdə işlədə biliriksə, bu birgəlik növdür. Niyə belə olur? Çünki qarşılıq növdə 2 şəxs də qarşı-qarşı idarə edə bilər. Ancaq birgəlik növdə çox şəxs olduğu üçün yalnız cəmdə işlədirik. Bir də deyirəm, həm təkdə, həm cəmdə işlədə biliriksə qarşılıq, yalnız cəmdə işlədə biliriksə birgəlik növ olur. Məsələn, gülüşmək feilini götürək. Gülüşmək. Deyirəm ki, mən gülüşdüm. Elə buradan görürük ki, ilk nümunədən mən necə öz-özümə gülüşə bilərəm? Deməli, bu nədir? Birgəlik növdədir. Sonra deyirəm ki, mən ağlaşdım. Mən necə özüm tək ağlaşa bilərəm?
Ağlaşdım. Elə bu nümunədən görünür ki, ağlaşdım birgəlik növdədir. Qarşılıq növdə deyil. Məsələn, toplaşdım. Mən toplaşdım. Mən toplaşdım. Mən necə öz-özümə tək toplaşa bilərəm? Yəni, buradan da görülür ki, toplaşdım sözü qarşılıq növdə deyil, birgəlik növdədir. Sonra deyə bilərəm ki, mən yığışdım. Amma mən yığışdım sözünü deyə bilərik. Yəni, mən yığışıb gedirəm. Mən yığışdım, sən yığışdın, o yığışdı. Deməli, bu qarşılıq növdədir. Qarşı-qarşıya da yığışa bilərik, bir yerdə də yığışa bilərik. Və yaxud da deyə bilərəm ki, mən döyüşdüm. Mən döyüşdüm. Bu artıq mən döyüşdüm, sən döyüşdün, o döyüşdü, biz döyüşdük, siz döyüşdünüz, onlar döyüşdü. Ən birinci, baxın, əgər, mən gülüşdüm, heç o birlərə gətirməyin. Mən gülüşdüm deyə bilmirəmsə, avtomatik gedir birgəlik növ. Amma mən yığışdım deyə bilirəmsə, deməli gedir qarşılıq növ. Mən yığışdım deyə bilirəmsə, biz yığışdıq da deyə bilərik. Sonra birinci şəxsən baxın. Elə birinci şəxsəykən onu tam aydın görmək olur. Bir də bir qeydi nəzərinizə çatdırın. Feilin növ şəkilçiləri yalnız feillərə qoşulur. Feilin növ şəkilçiləri yalnız feillərə qoşulur. Az öncə mən sizə belə bir qayda izah elədim. Hava qaraldı. Bu feilin növ şəkilçisi deyil. Çünki bu feilə qoşulmayıb. Qara sözü sifətdir. Ona görə burada biz buna deyə bilmərik ki, feilin qayıdış növüdür. Feilin qrammatik məna növündə işlənib. Sonra nə deyə bilərik? Yapışmaq, qarışmaq, güləşmək, barışmaq. Yapışmaq, qarışmaq, güləşmək, barışmaq. Bunlar sadə feillərdir və məlum növdədir. Təbii ki, sadə feildirsə məlum növdə olacaq. Çünki sözün kökü yapışdı, qarışdı, güləşdi, barışdı. Maqlar da qrammatik şəkilçi qeyd deyir. Uşaq həvəsləndi.